Salam, hər vaxtınız xeyir olsun. Bugünkü izahın qraflar bölməsinə aiddir və Dimin 2026-cı ildə 10 mayda keçirdiyi sınaq imtahanından sual nümunəsidir. 70-ci sual nümunəsinə baxaq. Deyir ki, təqdim olunan qrafda ixtiyari bir təpə və ondan çıxan tillər silindikdən sonra əldə edilən yeni qrafın qonşuluq matrisindəki sıfırların sayı birlərin sayından nə qədər çox olduğunu müəyyən edin. Baxın, ümumi gəlin ilk öncə heç nəyi silmədən baxsaq, baxırıq ki, burada ümumi qrafımız neçə təpəsi var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 dənə təpəsi varsa, buna 2 ölçülü matris kimi baxsaq, 10 vur 10. Yəni, ümumi 100 dənə, əslində burada nə var? 100 dənə 0 və 1 var. Ancaq deyir ki, ixtiyari hər hansısa bir təpə silinib. Yəni, biz ixtiyari hər hansı bir təpəni silmişiksə, tutaq ki, məsələn, bax, bu təpəni silmişiksə, bu təpəni sildiksə, deməli, bu təpədən çıxanda bu təpəyə gələnlər də silinəcək. Baxın, bunlar da silindi. Çünki bu təpəni silmişəmsə, avtomatik bundan çıxan tillərim də silinir. İndi mən təpəmin birini sildimsə, 10 təpə var idisə, qaldı 9 təpə. 9 təpə qalıbsa, bu nə deməkdir? 9 vur 9. Yəni, indi qaldı artıq 81 dənə 0 və 1-imiz. Ümumi burada 81 və 0 və 1 var. Bizdən nəyi soruşur? Deyir ki, matrisindəki sıfırların sayı birlərin sayından nə qədər çoxdur? Deməli, biz birlərin sayını, ümumi 0 və 1-lərin sayından biz birlərin sayını çıxsaq, sıfırların sayını tapmış oluruq. Birlərin sayını necə tapırıq? Hər təpədən çıxan tilin sayına görə. Gəlin baxaq. Baxırıq ki, hər təpədən müxtəlif formada tillər çıxır. Baxın, tutaq ki, bu təpəni götürsək, bu təpədən 1, 2. 2 dənə til çıxır. Baxaq, görək başqa hansı təpədən 2 dənəsi çıxır? Baxın, bu təpədən 2 dənə çıxır. 1, 2. Başqa varmı? 2 dənə çıxan və bir də bu. Bu təpədən də 1, 2 dənə çıxır. Deməli, 3 dənə təpəmiz, başqa da yoxdur məncə. Aha. 3 təpə, hərəsindən 2 til çıxırsa 3 vurulsun 2. 6 dənə birimiz burada. Sonra digər təpələrimizə baxsaq, məsələn, bu təpəmizi götürsək, burada 1, 2, 3 dənə. Sonra bunu götürsək, burada da 3 dənədir. 3 dənə çıxır. Həmçinin bu təpədən də 3 dənə çıxdı. Eynisi ilə bu təpədən də, bundan da və bundan da 3 dənə çıxdı. Neçə dənə oldu? 1, 2, 3, 4, 5, 6 dənə. 6 dənə təpənin hərəsindən 3 dənə. 6-nı vurduq 3-ə, etdi 18. Yəni, 6 dənə 1 burada, 18 dənə 1 burada. Ümumi neçə dənə 1 elədi? 24 dənə 1 etdi. 24 1 edirsə, bizdə ümumi 81 dənə 0 və 1-imiz varsa, deməli, 81-dən biz çıxacağıq 24-ünü. 81-dən çıxacağıq 24-ünü. Bizə qalacaq nə? 57 dənə sıfırımız. 57 dənə sıfır. Bizdən nə istəyir? Bizdən cavab olaraq 57 deyil. Çünki bizdən soruşur ki, sıfırların sayı birlərin sayından nə qədər çoxdur? 57 dənə sıfır, 24 dənə də birimiz var. 57-dən də çıxsaq 24-ünü. 57 çıx 24 bərabər olacaq 33-ə. Yəni cavabımız A variantı. İzlədiyiniz üçün təşəkkür edirəm.